Azərbaycan torpağının 18-ci əsrdə 20-ci illərində azad edilməsindən danışacağım. Ən böyük rolu da Nadir Şah Əfşarda olmuşdur. Ən birincisi Azərbaycanın nətə torpağını işğal edildiyin ən başında iqtisadi səbəblər durur. Səfəvi dövlətin iqtisadiyyatı çökmüşdü, həm də bir tərəfdən üsyanlar da qalxırdı. Şah Hüseyndə yəni siyasi təcrübəsi, döyüş təcrübəsi də yox idi onun. Eynilə də xalq da acından qırıldı, yenə də vergi üstə vergi qoyulurdu. Fərq eləmirdi. Hələ də ticarət də zəifləmişdi deyə. Həm üsyanlar da qalxdı, ruslar da, bir də Osmanlıların da fürsətinə gəlirdi deyə işğala başladılar. İşğala başlayanda da yəni elə bir çox torpağı yəni kiçildi Səfəvilərin yenə torpaqları. Nadir xan da Əfqan işğalçılarını təmizləyərək birinci növbədə 1730-cu ildə Osmanlılara qarşı əməliyyat da başlamışdır. Həm də Təbrizi, bunun ardınca demək olar Xorasan da Həmədanı işğaldan azad eləmişdi. Həm də ruslara da qarşı da hərbi əməliyyat aparılmışdı. Rusları da məğlub eləyəndə ikinci Təbasib də bir tərəfdən onun nüfuzu azalırdı deyə Təmazimi, yəni nüfuzu artması üçün necə Osmanlılara qarşı müharibəni də başçılıq edirdi. Yenə olsun məğlubiyyətə uğradırlar. Həminki o geri qaytarılan torpaqlar da yenə işğal edildi. Təbrizdir, Həmədandır, Xorasan və sair torpaqlar işğal edildi. Yenə də Nadir Şaha möhtac oldu. Özü də Osmanlı sülh müqaviləsində danışıq apardı, amma bir alınmadı. Yenə də Nadir Şah oranı da alaraq hələ də ruslara qarşı hərbi əməliyyat apardı. Ruslara işğal etdiyi torpaqları da orada da geri qaytardı. Həm də Nadir Şah da xalq arasında nüfuzu da çox böyük idi. Yəni onun hərbi uğurları da getdikcə artırdı. Yenə də onun özü də çoban oğlu olub. Hökmdarın da oğlu deyildi. Özü də tayfası Əfşar tayfasıdır. Həm də onun tayfasında olanlar da Səfəvilərdə ən önəmli hərbi deyə də önəm verilirdi. Həm də eynilə də Osmanlılarla sülh danışıqlara başlayırdı, müqavilələr, amma yenə də nəticə vermirdi. Amma 1335-ci ildə Ruslar Səfəvi arasında yenə də müqavilələr oldu. 1335-ci ildə Gəncə müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Ruslar Terik çayından Xəzər dənizinə çəkiləcək, həm də Səfəvilər üçün ticarətdə, gömrüksüz də, sərbəst şəkildə də ediləcək ticarətdə. Həm də deyim ki, ikinci Təmasimin oğlunun da 3-cü Abbas da balaca idi, həm də taxta qoymuşdu. Yenə də gələcəkdə də videoda danışacağım. Həmin bu qurultayında Səfəvilər ləğv edilərək Əfşar dövləti əsası qoyulacaq. Yəni bu video haqqında danışacağım. Sağ olun dostlar, bu qədər idi.